Salam uşaqlar, bu gün sizə sintaktik təhlil etməyin qaydalarını başa salacağam. Sintaktik təhlil nə vaxt keçilir? Ümumiyyətlə sizə çalışacağam imtahana qədər ən çox düşülən, ən çox uşaqların çaşdığı, ən çox problem yaradan məsələləri izah edeyim. 2 ay, təxminən 2 ay qalıb imtahana. İndi sizə mən sintaktik təhlili başa salacağam. Ancaq sintaktik təhlili başa salanda bu o deməkdir ki, təkcə siz sintaktik təhlili bilmiş olacaqsınız. Sintaktik təhlili başa düşmək sintaks bölməsini başa düşmək deməkdir. Çünki 8-ci sinifdən sintaktik artıq sintaks bölməsi başlayır və sintaks bölməsinin sonunda siz sərbəst şəkildə sintaktik təhlil etməyi bacarmalısınız. Yəni bu hardasa 1 illik bir müddətdir. 8-ci sinifdir. 8-ci sinifdə biz nəyə başlayırıq? Söz birləşmələrinə başlayırıq, cümləni başlayırıq, cümlənin növləri, cümlə özləri. Yəni siz sintaktik təhlil eləyəndə əslində bunların hamısını bilmiş olursunuz. Yəni siz sintaktik təhlili düzgün eləyə bilirsənsə, əgər bir uşaq sintaktik təhlili düzgün eləyə bilirsə, deməli artıq bu uşaq söz birləşmələrini başa düşür, cümlə özlərini başa düşür, cümlənin növlərini başa düşür. İndi mən hələ ki sizə bu gün sintaktik təhlil eləməyin qaydasını öyrədəcəm. Bu dediyim qaydanı qeyd dəftərlərinizə yazın, gözünüzün qabağında olsun. Lazım olanda açın, baxın. Bizim sintaktik təhlil edəndə mənim ən çox rastlaşdığım İlhamla problem. Uşaqlarda ən çox nəyə görürəm? Sual verməyi bacarmırlar. Uşaq sual verməyi bacarmayanda həqiqətən o sintaktik təhlili işləyə bilmir. Sintaktik təhlili düzgün işləmək üçün birinci ən azından özünüz üçün məşq edin. Məsəl üçün deyirəm ki, mən məktəbə gedirəm. Burada deyirəm, gedirəm, sual verir. Uşaq belə deyir, kim? Ay bala, kim yox? Kim nədir? Gedirəm, sual ver, gedirəm. Nə edirəm? Sual verməlisən. Yəni nə edirəm? Nə edirəm? Gedirəm. Bəli. Hə, kim gedir? Mən gedirəm. Hara gedirəm? Məktəbə gedirəm. Artıq ifadə vasitəsi anlayışı, bura bir dənə quş qoyum. İfadə vasitələri məsələsində toxunacam inşallah. Birinci bizim işimiz sual verməkdir. Biz birinci sual, həqiqətən sual verməyi bacaran bir uşaq çox yaxşı bilir deməli. Çox yaxşı bilir. Ona görə düzgün sual verməli. Mübtədanın öz sualı var, xəbərin öz sualı var, tamamı təyin səhvinin öz sualları var. Birinci işimiz, mənim indiyənə kimi ən çox rastlaşdığım problem sual verməyi bacarmaq problemidir. İkinci işimiz cümlədə birinci xəbər tapmalıyıq. Mən indi hər hansı bir cümlə yazım, sən dayandır, mən o cümləni yazım. Hə, İlhami hər gün dərsə gəlir. Bizim birinci işimiz sual verməyə bacarmaq. Lazım onda İlhamiyə hər günə dərsə və gəlir düzgün cavab verməliyik. Hə, bunu düzgün bacarandan sonra birinci işim mənim xəbər tapmaqdır. Nə edir? Gəlir. Gəlir. İndi bir xəbərdən suallar verəcəm. Baxın, xəbərlə uzlaşdırın. Kim gəlir, hara gəlir, niyə gəlir, necə gəlir, nə vaxt gəlir və s. Kim gəlir? İlhamə. Heç vaxt İlhamə deyib dayanmayın. İlhamə gəlir. Görün uzlaşırmı? Məsələn, bax, burada biz bilirik ki, bizim hər adlı əvəzliyimiz var. Nə əvəzliyidir? Hər. Təyin əvəzliyidir. Hər gəlir olurmu? Deməli burada bir problem var. Deməli bizim burada hər gəlir olmur. Ona görə gəlirin yanına gətirir. Amma İlhamə gəlir olurmu? Bəli, olur. İndi nə vaxt gəlir? Hər gün gəlir. Bəli, artıq səhvlikdir. Haraya gəlir? Dərsə gəlir. Bəli, baxın dərsə gəlir, hər gün gəlir, uzlaşdımı? Uzlaşdı. Deməli, ona görə deyəndə, mən sizə deyirəm uşağa, baxın, xəbərin yanına gətir, xəbərin yanına gətir. Ona görə, bəzən elə bir söz ola bilər ki, bir dənə dayandırıb cümlə yazın. Baxın, bu birinci cümləyə çox oxşayır bu cümlə. İlhami dərsə gələndə zəng vuruldu. Hə, zəng vuruldu. Avtomatik siz uşaqlar nə edir? İlhami, mübtəda. İlhama mübtəda ola bilərmi? Baxın, İlhamə zəng vuruldu. Belə bir şey ola bilərmi? Təbii ki, yox. Ona görə deyirəm, xəbərin yanına gətirin. İlhamə zəng vuruldu, olmur. İlhamə dərsə zəng vuruldu, olmur. İlhamə dərsə gələndə, bəli, zərflik artıq nə vaxt? Burada 2 dənə cümlə özü var. Yaxşımı? İfadə vasitəsi baxımından ona toxunsam bu cümlələr qalsın. Bax belə, buna fikir. Yəni, ona görə deyirəm, birinci xəbəri tapın, mənim ikinci tapşırığım. Birinci xəbər tapın, ikincisi isə hamısını xəbərin yanına gətirin. Gördünüz, gəlmir. Əgər bu İlhamə gəldi. Amma bu İlhamə bu xəbər yanına gəlmədi. Deməli, burada bir əmma var. Bu əmma nəmiş? Söz birləşmələri. Söz birləşmələri ayrılmır ona görə. Gəl, üçüncü məsələ dedim, bayaqdan basa-basa dedim, üstünə basa-basa ki, hər şeyi xəbər yanına gətirib. Bəli, hər şeyi. İndi bir dənə təyin orada istisna, çünki təyin adlara aiddir. Təyin ola bilər, tamamlığa keçsin, ola bilsin, mübtədaya geçsin, ola bilsin təyin özünə geçsin, amma bir dənə, yəni ümumi baxımdan deyirəm ki, hamısını xəbər yanına gətir. Bu da oldu. Üstəgəl qoyum özüm üçün. Söz birləşmələrini ayırma. Bəli, uşaqlar, söz birləşmələrini ayırmayın. Söz birləşməsi nədir bizim? İsim birləşmələri var, fe'li birləşmələr var. Hər ikisi də bir dənə orada yəlik, bir dənə təyin, mübtəda olanda ayrılır. Qalan heç bir söz birləşməsi ayırmır. Bizim də ən çox çaşdığımız hansıdır? Yəlik, mənsubiyyəti. Yəlik, mənsubiyyəti ayırma.
Ay canım gözüm, ayırma. O boyda da yazdırmışam. Yəlik mənsubiyyəti ayırma. Yəlik mənsubiyyəti heç vaxt ayrılmır. İbtidaidən siz keçirsiniz, ta 11-ə kimi çalışırsınız. Yəlik mənsubiyyəti ayırmayın, bu qədər. Hə, söz birləşmələri təkcə yəlik mənsubiyyətindən ibarət deyil. Həmçinin nə var? Fe'li birləşmələr var. Fe'li birləşmələr də məsləhət tərkibi, fe'l sifət tərkibi, fe'li bağlama tərkibi, bunların da heç biri ayrılmır. Yəni söz birləşmələrini ayırma. Ona görə deyirəm, xəbərin yanına gətir deməyimdə məqsədim odur ki, sən xəbər yanına gətirəndə bəzən görürsən ki, bir söz gəlmir. Deməli o söz birləşməsidir. Ona görə. Hə, xəbər uşaqlar, bəzən xəbərdə bizim uşaqlar bəzən çaşırlar. Bir söz ola bilər, bir söz müstəqil ola bilər. Hansıdır? Bax, xəbər uşaqlar iki cür olur. İsmi xəbər, bir də fe'li xəbər. Fe'li xəbərlər fe'li şəkilləri. Baxın, fe'li şəkilləri. Ox qoyuram bura. Fe'lin şəkilləri. Hə, onu artıq bilirsiniz də. Fe'lin şəkilləri hansıdır? Əmr xəbər, lazım, vacib, acil, şərt. İsmi xəbər, fe'li xəbər. İsmi xəbər isə adlarla, söz birləşmələrindən və predikativ xəbərlər olur. İndi sən bir də onu dayandır, mən bunu yazım. Hə, uşaqlar, burada qeydlər yazdım. Fe'li xəbər iki yerə bölünür. İsmi xəbər, fe'li xəbər. Fe'li xəbərlər fe'lin şəkilləridir. Fe'lin şəkillərini də dedim. İsmi xəbər isə uşaq nə ilə ifadə olunur? Adlarla ifadə olunur. Adlar hansılardır? İsim, sifət, say, əvəzlik, zərf. Belə də deyə bilərsiniz, fe'ldən başqa digər nitqlər də deyə bilərsiniz. Fərqi yoxdur. İsim birləşmələri bir də olur predikativ xəbərlər. Predikativ xəbərlər var, yox, lazım, gərək, bəs, mümkün. Var, yox, lazım, gərək, bəs, mümkün. Bunlar sual vermirik. Bunlar cümlənin ismi xəbər olur, müstəqil ismi xəbər olur. Heç bir özündən əvvəl gələn sözlə, yəni asılı vəziyyətdə olmurlar. Məsəl üçün deyirəm ki, nümunə yazıram burada. Mənim kitablarım var. Baxın uşaqlar, sual vermədim, xəbər götürdüm. Heç eləmədim. Sual vermədim, xəbər götürdüm. Hə, buradan sual çıxır artıq. Nə var? Mənim kitablarım. Niyə ayırmadım? Çünki söz birləşməsidir. Yəlik, mənsubiyyət. Söz birləşmələri ayrılmır. Burada da qeyd eləmişəm. Söz birləşmələri ayrılmır. Söz birləşmələri iki yerə bölünür. İsmi birləşmələri, fe'li birləşmələri, artıq onu siz bilməlisiniz. Predikativ xəbərlər bunlar da ayrılmır. Müstəqil ismi xəbər olur və suala cavab vermir. Heç sənəmədən bir dənə bunu necə xəbər götürün. Yaxşımı? Belə. Söz birləşmələri isə isim birləşmələri bir də söz birləşmələrindən ifadə olunur. İsim birləşmələri, fe'li birləşmələr fərqi yox. İsim birləşmələrindən ifadə oluna bilər, fe'li birləşmələrindən. Bir dənə fe'li birləşmələrdən fe'li bağlama tərkibi ümumiyyətlə xəbər ola bilməz. Fe'li bağlama ümumiyyətlə xəbər ola bilməz. Çünki fe'li bağlama cümlədə ancaq nə olur? Nə olur? Zərfli olur. Ancaq fe'li məstər tərkibi cümlədə xəbər ola bilər. Fe'li sifət tərkibi cümlədə xəbər ola bilər. Amma fe'li bağlama cümlədə xəbər ola bilməz. Bu qədər. Bu belə. Bir dənə ümumi baxım, görüm nəsə demədiyim bir şey qaldımı? Əgər başa düşmədiyiniz bir şey olsa, rəylərdə yazarsınız. İnşallah vaxt versəm cavablandıraram. Belə. Məncə amma demədiyim bir şey qalmadı. Sintaktik təhlilin qızıl qaydası budur. Sintaktik təhlili düzgün yaza bilən insan deməli 8-ci sinif, deməli sintaks bölməsini qəşəng bilir. Bugünlük sözüm bu qədər. Like etməyi və rəy yazmağı unutmayın. Hələlik. Bir dəqiqə dayan. İfadə vasitələri məsələsi qaldı. İfadə vasitələri məsələsi nədir? Uşaqlar, məsələn, bir cümlə görürsən və orada hətta sintaktik təhlildən daha çox düşür. Demək, ifadə vasitəsi. Baxın, İlhami hər gün dərsə gəlir. İlhami dərsə gələndə zəng vuruldu uşaqlar. Nə bilim, mənim kitablarım var. Baxın, indi xəbərimiz nə ifadə olunub? Var. Var nədir? Predikativ xəbər. Deməli, xəbərimiz nə ifadə olunub? Predikativ xəbərlə. Müftədamız nə ifadə olunub? İsim birləşməyinə, bəli, yəlik mənsubiyyət. Misal üçün deyirəm ki, İlhamə ağıllı qızdır. Aha, necə, nədir? Qızdır. Kim? İlhamə. Necə? Ağıllı. Təyindir. Niyə təyindir? Həmişə xəbər yanında gələn zərflik mi olur? Yox, addır. Xəbərimiz nə ifadə olunur? Adla, isimlə ifadə olunur. Hə, xəbərimiz nə ifadə olunur? İ qoyun, isim. Təyinimiz nə ifadə olunur? Sifətlə. Bəs mübtədamız nə olub? İsimlə ifadə olunur. Yəni gördünüz ki, mübtədamız və xəbər, yəni qrammatik əsasımız isimlə ifadə olunur. Ümumiyyətlə cümlə üzvlərimiz isim, adlarla ifadə oluna bilər, söz birləşmələrlə ifadə oluna bilər. Yəni özünüzü çaşdırmayın. Adların nə olduğunu bilirsiniz, nitqsənin nə olduğunu bilirsinizsə, bunu qavrayırsınızsa, nə gözəl. Amma belə düşünürəm ki, ifadə vasitələrini çoxu nümunəmə yazıb işləyəcəm sizin üçün. Amma bugünlük məncə bu qədər bəsdir. Sintaktik təhlil qaydalar bu qədər. Sağ olun. Məndən bu qədər.